Deməli, birinci qiymət siyasətində, ikinci sağlam rəqabətin formalaşmasında, yeni yaranan şirkətlərdə çalışan gənclərə verilən motivasiya nöqteyi nəzərdən bilirsiniz də, yəni hər bir şirkət öz fəaliyyətinə uyğun, öz dövriyyəsinə uyğun, öz işinə uyğun AFN-dən bəlli bir benefitlər əldə edir və AFN-in fəaliyyətində deməli düzgünlük, ondan sonra ədalətli yanaşma prinsipi onların belə deyim də kredolarıdır və uğur açarıdır və müəyyən ödəmələrdə və s. həmin təşkilatların fəaliyyətlərində bəlli bir endirimlərin, güzəştlərin həyata keçirilməsi qısa bir zamanda həmin şirkətlər üçün də qarşı tərəfə ötürdükləri qiymət siyasətində, xidmətdə və müqavilə öhdəliklərində çox rahat olurlar. Çünki AFN bizim yanımızdadır.